Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Şuşa şəhərinin işğalı dövründə Sadıqcanın evi uzun müddət baxımsız qalmış. Nəticədə dam örtüyündə, döşəmələrdə və daş örgülərdə ciddi aşınma və dağıntılar baş vermişdi. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnmiş, mühəndis kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı sərəncama əsasən Şuşa şəhərində Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsədoğlu Sadıqın Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədi ilə vəsait ayrılıb. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıb. Bir il sonra dövlətimizin başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix memarlıq abidəsində bərpa işlərinə başlanılıb. Zirzəmi və 2 mərtəbədən ibarət Sadıqcanın ev muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir. Sadıqcanın ev muzeyi ölkə əhəmiyyətli tarix memarlıq abidələri siyahısındadır. Burada Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb. Prezident İlham Əliyevə Əbədiyyətin Səsi abidəsi haqqında məlumat verildi. Bu heykəltaraşlıq əsəri Azərbaycan milli musiqi aləti olan tarın rəmzi bədii interpretasiyasıdır. Kompozisiyada tarın simlərindən doğan ağac obrazı musiqinin torpaqdan qaynaqlandığını, milli yaddaşdan güc aldığını və yenidən həyata çevrildiyini ifadə edir. Ağac forması kök, davamlılıq və dirçəliş ideyasını simvolizə edir. Əsər Azərbaycanın musiqi beşiği sayılan Şuşanın zəngin mədəni irsinə ithaf olunub. Burada musiqi yalnız səs deyil, həm də milli kimliyin, ruhun və tarixi yaddaşın daşıyıcısı kimi təqdim edilir.